Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğullar servisi deyilən ərazidə marşrutdan 400-500 metr məsafədə 2 ailə üçün uyğun, demək 2 otaq aşağıda, 4 otaqda yuxarıda olmaqla bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Ev sahibi evin üstünü belə çardaqla bağlayıb. 2 ailə üçün tam uyğun evdir. Bax, böyründə də bir dənə belə bir ev tikilib. Ev sahibi buranı belə bağlayacaq. Bu da satılır. Yəni, qoy bəri başdan deyim, bura kim 40 min versə verəcək. Yəni, bu ayrıcadır. Kim istəsə, lap belə 3 ailəyə də uyğun ola bilər. Bunu əsas satılan ev, bax, bu evdir. Yenə də kimə maraqlı olsa, bunu da, yəni bir hissəsi burada təmir olunub, qalan hissəsi də belə içəriyə doğru, yəni təmir edib, üstün bağlayıb, yəni yaşayış eləyə bilərlər. Evin həyətində belə əl damcısı var, belə geniş bir əl damcısı var, artıq əşyaları yığmaq üçün əlverişli belə bir şərait yaradıb. Gördüyünüz kimi ev sahibi bura artıq əşyaları yığıb. Gördüyünüz kimi hörmətli izləyicilər, həyətinə rahat 2 maşın daxil ola bilər. Evin üstü yenə ev sahibi yenə gördüyünüz kimi çardaqla bağlayıb, rahat giriş darvazasından maşın rahat daxil ola bilir. Keçən indi birinci evin içi ilə tanış olaq, sonra yuxarı hissəsindən tanış olarıq. Birinci mərtəbə ilə tanış oluruq. Girən kimi burada daxil oluruq birinci qonaq otağına. Gördüyünüz kimi qonaq otağı hardasa 4 metrdən çox, 4.50-nin hardasa 7 metrəyə buranın qonaq otağıdır. Təxmini ölçü deyirəm, az fərq eləyər, hörmətli izləyicilər. Burada bir dənə də yataq otağıdır. Təxmini hardasa 3.60-ın 5 metrəyə olar. 3.30-un belə. Nəzərinizə çatdırım, 3.30-un hardasa 5 metrə, yəni genişdir otaqlarda. Bunu da nəzərinizə çatdırım. Ara kəsmələr gördüyünüz kimi qoşadı. Ev şəxsi inşa olunmuş bir evdir. Döşəməsi parketdir. Evə yəni ev sahibi yaxşı xərc qoyub. Yəni hər şey keyfiyyətli edib. Parket, yer parket. Burada bir geniş bir yataq otağıdır. Hardasa 4'ün 4'ə geniş bir yataq otağıdır. Gördüyünüz kimi hörmətli izləyicilər, evin təmiri qaydasında sənədləri, bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaya yararlı bir sənəddir. Keçirik buradan mətbəx hissəsinə. Mətbəxi də gördüyünüz kimi geniş, hardasa 4'ün 4'ə geniş bir mətbəxi var. Buradan daxil oluruq geniş bir plaşatkaya, hörmətli izləyicilər. Oradan da sonra ayrıca sanuza ilə daxil oluruq. Yəni heç birbaşa mətbəxdən deyil. Yəni plaşatkadır, sonra da sanuza tərəfə keçirik. Buranın da təmiri qaydasında gördüyünüz kimi sanitar qovşağı, duş kabinası, duş kabinə deyəndə hörmətli izləyicilər, hamam üçün hər şey belə şərait yaradılıb. Duş zadı qoyulub. Kombisi, hər şey qaydasında. Burada da əl yumaq üçün yer qoyulub, geniş paltar yumaq üçün bax belə aparatları qoyulub. Gördüyünüz kimi aşağı mərtəbələrindən 2 otaq, 1 mətbəx, yəni tanış olduq. 3 otaq dayıcı. Burada 3 otaqdır, hörmətli izləyicilər. 1 zal, 2 yataq otağı, biri orada, bir uşaq otaq. 4 otaqda yuxarıdadır, 7 otaqdır, hörmətli izləyicilər. Nəzərcə çatdırım, 6 otaq demişdim, amma 7 otaqmış. Keçən indi 2-ci mərtəbə ilə tanış olaq. Həyəti bir dənə də belə ətraflı çəkirəm. Gördüyünüz kimi həyəti də genişli 2 maşınlıq həyəti var. Demək, burada ayrıca burada da bir dənə ev sahibi burada əl damı yaradıb. Gördüyünüz kimi kombi sistemlər zadı qoyub. Burada kombi sistemlər zadı hamısı buradadır. Keçən indi 2-ci mərtəbə ilə tanış olaq. 2 ailə üçün tam uyğun bir evdir. Qalxırıq 2-ci mərtəbəyə. Qalxan kimi hörmətli izləyicilər, burada bir geniş bir mətbəxdir. Mətbəxdən keçirik buradan birbaşa zala. Burada bir yataq otağıdır. Aboyları qalıb buranın bir dənə yuxarının. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırım, evdə kipeydir. Bax, ayağımı vururam, evdə bir dənə sirkələnmə yoxdur. Qonaq otağımı da belə çəkim. Keçirik burada bir otağa.
Burada geniş bir yataq otağıdır. Hardasa 25 kvadratlıq olar. Geniş yataq otağıdır. Bir yataq otağı da burada. Hardasa 3'ün 5 metre, 15 kvadratlıq. Pəncərələr də tam rahat. İşıq düşür bütün otaqlarından. Havalanmaya da tam uyğundur. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, bəyənməyi unutmayın. Bunu nəzərdə çatdırım, hörmətli izləyicilər. Mütləq bəyənin ki, evin reklamları daha da rahat olsun, ev axtaranlar üçün daha əlverişli olsun. Evin qiyməti 135.000 start qiymətdir. 2 ailə üçün. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz, son sözdə ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satına da. Amin.